Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsini ölkəsi üçün qurulmuş tələ adlandırıb. Today Press TV xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib. Paşinyan bildirib ki, 2020-ci il noyabrın 8-dən sonra hər gün Ermənistanın Qarabağ hərəkatının tələsinə düşdüyünü dərk edib və bu tələdən çıxmağın vacibliyini anlayıb. Ermənistanı bu tələdən çıxara bildiyim üçün xoşbəxtəm, deyə Paşinyan vurğulayıb. Baş nazir eyni zamanda müxalifəti tənqid edərək bildirib ki, bəzi qüvvələr casusluq fəaliyyəti məntiqi ilə hərəkət edərək Ermənistanı yenidən bu tələyə çəkməyə çalışırlar. Paşinyanın bu açıqlaması ölkə daxilində siyasi gərginliyin yenidən artması fonunda səslənib. Qeyd edək ki, 2020-ci il noyabrın 8-i Qarabağın tacı olan Şuşa şəhərinin azad edildiyi və 44 günlük Vətən müharibəsinin taleyinin həll olunduğu gündür. Bu tarix Azərbaycanda zəfər günü kimi qeyd edilir və Ermənistanın kapitulyasiyasına yol açaraq regionda tamamilə yeni geosiyasi reallıq yaradır. Paşinyan faktiki olaraq etiraf edir ki, 30 il ərzində Ermənistanın işğal siyasəti və Qarabağ macərası ölkəsini hərbi, iqtisadi və siyasi cəhətdən tükəndirib. Bu 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda gedən siyasi mübarizənin dərinliyini ortaya qoyur. Paşinyan faktiki olaraq etiraf edir ki, Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasəti Ermənistanı iqtisadi cəhətdən çökdürmüş, beynəlxalq aləmdə təcrid etmiş və minlərlə gəncini mənasız qurban vermişdir. Bölü istikametine ilerle. Bölgü dayak mentekesi istikametine ilerle. Hadi odur. Paşinyanın bugünü Ermənistan üçün dönüş nöqtəsi kimi xatırlaması təsadüfi deyil. Çünki məhz həmin gün 2020-ci il noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində Şuşanın azad olunması müjdəsini bu tarixi sözlərlə bəyan etmişdi. Mən bugün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu böyük qələbədir. Və şəhərlərimizin, Ulu Öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Məhz bu dəmir yumruq Ermənistanın kapitulyasiyasına və Paşinyanın etiraf etdiyi həmin tələnin dağılmasına yol açdı. Ateş! İndi seçki ərəfəsində isə müxalifətin köhnə revanşist düşüncələrlə insanları yanlış yola çağırması ölkəni yenidən həmin qaynar qazana atmaqdan başqa bir şey deyil. Reallıqdan qaçmaq mümkün deyil. Azərbaycan öz torpaqlarını azad etdi və Ermənistan üçün ən ağıllı yol yeni reallıqla barışmaqdır. Erməni cəmiyyəti və separatçı, revanşist, müxalif qüvvələr də ölkələrini rifaha aparan bu yolu tutmaq məcburiyyətindədir. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.